اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم اجعلني فيه من المتوكلين عليك، واجعلني فيه من الفائزين لديك، واجعلني فيه من المقربين إليك بإحسانك يا غاية الطالبين. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وصلى الله على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Salam, xoş gördük sizləri, dəyərli mömin bacı qardaşlarım. Allahın rəhmət və bərəkəti hər birinizin üzərinizə olsun. Allah Teala tutduğunuz orucları, ibadət itaətlərinizi Allah qəbul eləsin. Mübarək Ramazan ayının 10-cu gününün duası və onun müxtəsər şərhi. Amma əvvəldə onu qeyd etmək istərdik ki, bugünkü gün Ramazan-ı Mübarəkin onu təsadüf edib Xədicə-i Kübra salamullah əleyhanın vəfat gününə, Peyğəmbər əleyhissalamın vəfalı xanımı, zövcəsi, Həzrəti Zəhra salamullah əleyhanın anası Xədicə-i Kübra salamullah əleyhanın vəfat gününə və bu xüsusda siz dəyərli möminlərə, mömin bacı qardaşlarıma başsağlığı ərz edirəm. Xədicə-i Kübra salamullah əleyhanın Allah yanında uca məqamı olubdur. Həzrət Peyğəmbər əleyhissalamın yanında ki, uca məqamı olubdur. Belə ki, hər dəfə Cənab-ı Cəbrail Peyğəmbər əleyhissalama nazil olanda, ey Allahın Rəsulü, Allah Xədicəyə salam göndərir. Və Xaltamul Ənbiya Həzrət Peyğəmbər əleyhissalam buyurubdur ki, Xədicənin mislində heç bir kəs olmayıbdır. Belə ki, hamı məni təkzib edəndə, inkar eləyəndə, Qureyş cəmaatı Peyğəmbər əleyhissalamı əziyyət eləyəndə, onu təkzib eləyəndə o Peyğəmbəri təsdiq eləmişdi. İki şəxs Peyğəmbər əleyhissalamın arxasında namaz qılırdı. Biri Əmirul Müminin Həzrət Əli əleyhissalatu vəssalam ki, yeniyetmə yaşları idi və məşhur budur ki, 10 yaşı vardı Həzrət Əli əleyhissalamın. O zaman Peyğəmbər Əkrəm ki, 40 yaşı vardı, Peyğəmbərliyi izhar elədi Allah tərəfindən. Bircə Əli əleyhissalatu vəssalam və bir də xanım Xədicə-i Kübra salamullah əleyha. Belə bir xanım ki, imamlar, məsum imamlar, Allahın hüccətləri onun övladı olmaqla fəxr eləyiblər. İmam Zeynul Abidin əleyhissalatu vəssalamın məşhur o Dəməşqdə, Şamda olan xütbəsi ki, mən ey Şam əhli, mən kiməm, məni tanıyan tanıyır, tanımayanlar üçün tanıtdırım. Mən Muhammed əl-Mustafa'nın oğluyam. Mən Xədicə-i Kübra'nın oğluyam. Ənə ibn Xədicətəl Kübra. Mən Xədicə-i Kübra'nın oğluyam. Salamullah aleyh. Bugünkü günün duası və onun müxtəsər izahı. Allahümmə cealni fihi minəl mutavəkkilin aleyk və cealni fihi minəl faizin lədeyk. Ey Allah, Pərverdigara, bugünkü gündə məni sənə təvəkkül edən bəndələrdən qərar ver. Allaha təvəkkül edən bəndələr kimlərdir? Və təvəkkül etməyin mənası, sözün mənası nədir? Təvəkkül etmək, yəni Allahı vəkil tutmaq, bütün işlərimi Allaha tapşırmaq, Allaha həvalə etmək, Allaha arxalanmaq. Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalam buyurub ki, əsl quvvətil qəlb ət-təvəkkül ələllah. Ki, insanın bir var zahiri qolunda gücü olar, bədəni cüssəli olar, lakin qəlbi qorxaq olarsa onun o qədər faydası olmaz. Bəs qəlbi gücləndirən, insanın ürəyinə, qəlbinə güc verən, qüvvət verən amil nədir? Həzrəti Əli əleyhissalatu vəssalam buyurub ki, qəlbi qüvvətləndirən ki, amil Allaha təvəkkül etməkdir. Bir insan ki, sidqi ürəklə, qəlblə Allaha bağlıdır, arxayındır və işlərində, bütün işlərində Allaha
tevekkül edir. Məsum imamlarımızdan yenə də ki, bize yetişen rivayetlerde okuyoruz. Hem İmam Sadık aleyhissalatü vesselam ve aynı zamanda bu hususta İmam Rıza aleyhissalatü vesselam'dan ki hadisler, rivayetler mevcuttur. Soruşublar, ma haddu tevekkül. Tevekkülün haddi nedir? Manası, tarifi. Yani tevekkül etmek ne anlamdadır? Buyurublar. Tevekkül etmek yani en la tehaf ma'allahi ehaden. Odur ki Allah'la birge, yani Allah'tan başka heç kəsdən qorxmayasan. Yalnız Allah'tan qorxmaq, təqvalı olmaq. Budur tevekkülün, Allah'a tevekkülün mənası. Kur'an-ı Kerim'de neçə ayələr var bu hususda. Allah Tebarek ve Teala Ali İmran suresinde buyurur ki müminler belə deyərlər: Hasbunallah ve ni'mel vekil. Bize Allah yeter. Allah kifayet eləyər ve o ne güzel vekildir. Biz ona tevekkül etmişik ve o ne güzel bizim vekilimizdir. Ve yahut Telak suresinde Allah Teala buyurur: Ve men yetevekkel alallah fehuve hasbuhu. Herkes Allah'a tevekkül etse bu ona kifayet eləyər. Ve yine de Maide suresinde Allah Teala buyurur: Ve alallahi fetevekkelu. Ey insanlar, ey Müslümanlar, ey müminler, bes Allah'a gereksiz tevekkül edesiz. Allah'a tevekkül edin, ona arkalanın. Ve yine de Allah Teala buyurur: herkes Allah'a tevekkül ederse onun faydaları hakkında buyuruyor ki يَجْعَلْ لَهُمْ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Herkes Allah'a arkain olarsa, Allah'a arkalanarsa Allah Teala hem de onun için bir ruzi dolanışık yeri getirer ki ve ağlına gelmediğin, insanın düşünebilmeyeceği, ağlına gelmediği, güman etmediği yerden Allah Teala onun ruzisini getirer. Biz bugünkü günde okuyoruz. Perverdigar-ı alem, bugün de məni sənə təvəkkül edən bəndələrindən qərar verginən. Həzrəti İbrahim Peyğəmbər əla nəbiyyinə və alih və aleyhissalam hələ gənc idi, onu oda atanda ki, o zalim Nəmrudun göstərişiyle onu oda atanda böyük bir od qalamışlar. Belə ki, yaxın durmaq olmurdu. Uzaqdan onu mancanaqla oda attılar. O oda atan vaxtda Cənab-ı Cəbrail nazil oldu ki, ey İbrahim, bəs sənin hacətin var ki, mən edə bilərəm ki, bu ateşi söndürüm. Hacətin var, diləyim var dedi. Fəəmmə iləyk fəlah. Sənə yox, hacətim Allahadır. Həsbiyəllah və ni'məl vəkil. Mənə Allah kifayət eləyər və ona gözəl vəkildir. Sonra Mikail mələk nazil oldu. İn ərəddə əhməddunnar. Ey İbrahim, əgər istəyirsən mən bu odu söndürüm. فَاِنَّ خَزَائِنَ الْاَمْتَارِ وَالْمِيَهْ بِيَدِ. Çünkü Allah mənə həvalə eləyibdir. Bütün yağışların, suların, xəzinələri mənim əlimdədir. Həzrəti İbrahim aleyhisselam ki, la uridir. Yox, istəmirəm. Digər bir firiştə mələk nazil oldu ki, əgər istəsəm mən elə elim ki, elə yağış yaxsın ki, bu oddan əsər əlamət qalmasın. Dedi ki, la uridir, istəmirəm. Bəs hacətin dedi, hacətim Allahadır. Bəs niyə yalvarıb yaxarmırsan? Dedi ki, həsbi min suali ilmuhu bihali. Allah görür. Allah'ın elmi, mənim halımı, mənim vəziyyətimi görməyi kifayət edir. Mən ona təvəkkül edirəm. Mən ona təvəkkül etmişəm. Ona görə belə arxayla. Bəli, Allah bugünkü gündə məni sənə təvəkkül edən bəndələrindən qərar ver. Xatamul Ənbiya, Həzrət Peyğəmbər əleyhissalam ki, hər kəs istəyir ki, insanların ən güclüsü olsun, ən qüvvətli insan olsun. O adam gərək Allaha təvəkkül eləsin. Əgər istəyirsə ən güclü insan olmaq. Bugünkü günün duasının ikinci cümlesinde, yani ikinci dileyimiz, isteğimiz bundan ibarettir ki وَجْعَلْنِ ف۪يهِ مِنَ الْفَائِز۪ينَ. Ve bugünkü günün duasında Allah'tan ikinci isteğimiz, dileyimiz bundan ibarettir. وَجْعَلْنِ ف۪يهِ مِنَ الْفَائِز۪ينَ لَدَيْكَ. Allah senin yanından, yani senin huzurundan feyze çatanlardan, feyze yetişenlerden məni qərar verginən. Allah yanından, Allah huzurundan feyze çatanlar, feyze yetişenler kimlerdir? Allah Teala onları Kur'an-ı Kerim'de bize
tanıttırıbdır. Ellezine haceru ve cahadu fi sebilillah. Hansı məqamlardan, hansı mərtəbələrdən keçmək lazımdır ki, o mərtəbəyə uzanmaq? Allah Teala buyurur ki, o kəslər ki, hicrət ediblər. Peyğəmbər əleyhissalamın zamanında bəlkə Məkkə müşriklərin əlində olanda o müsəlmanlar ki, Məkkədən hicrət elədilər Peyğəmbər əleyhissalama tərəf, Mədinəyə tərəf və sonradan dəfələrlə cihadlarda iştirak etdilər. Cihad etdilər öz malları ilə və canları ilə. Onların dərəcələri Allah yanında çox-çox böyükdür. Əzəmu dərəcətən indəllah ulaikə humul faizun. Faiz, yəni feyzə çatanlar, feyzə yetişənlər onlardır ki, Allah Teala onları öz rəhməti ilə, razılığı ilə, cənnətlə müjdələyir, bəşarət verir. Yenə Allah Teala Qur'an-ı Kərimdə buyurur: "Fəmən zuhzihə anin-nar və udxiləl cənnə fəqət fazə." Fəmən zuhzihə anin-nar. Hər kəs cəhənnəmdən qorunarsa, Allah onu cəhənnəm odundan qoruyarsa və onu cənnətə daxil edərsə, bu böyük feyzdir. Ki, feyzə yetişən, feyzə çatan onlardır. Və yaxud Nəbə surəsində Allah Teala buyurur 31-32-ci ayələrdə: "İnnə lil muttaqin məfaza, hədaiqə və ə'naba." Həqiqətən təqvalılar üçün böyük feyz var. Feyz aparacağı yer. Onlar böyük feyz içərisindədirlər ki, cənnət bağ-bağatları, cənnət meyvələri, üzümlükləri. Allah məni bugünkü gündə sənin huzurunda feyzə çatan bəndələrdən qərar verginən və وَجَعَلْنِ فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكَ بِإِحْسَانِكَ يَا غَايَةَ الطَّالِبِينَ. Ey tələb edənlərin ən son arzusu, məqsədi olan Allah, öz ihsanınla, öz yaxşılığın xatirinə məni sənə yaxın olan bəndələrdən, müqərrəb olan bəndələrdən qərar verginən. Allaha yaxın olan bəndələr. Allaha yaxın olmağın amilləri var, səbəblər var ki, vəbtəğə iləyhül vəsilə, Allah Teala buyurur ki, Allaha vəsilə qərar verir. Belə ki, ən böyük vəsilə Muhammed və Ali Muhammeddir. Allahın onlara salamı olsun. Allahümmə inni ətəqərrəbu iləykə binəbiyyikə nəbiyyir rəhməh. Allah, mən sənə yaxınlaşıram, sənə müqərrəb bəndələrdən olmaq istəyirəm. Hansı vasitə ilə, hansı vəsilə? Aləmlərə rəhmət göndərdiyin Həzrət Muhammed sallallahu aleyhi və aleyhi rəhmət peyğəmbəri ilə və onun pak əhl-i beyti ilə mən sənə yaxın olmaq, sənin yaxın bəndələrindən olmaq istəyirəm. Ən böyük, ən əzəmətli feyz ki, biz onu dilirik Allahdan ki, Allah bizi feyzə yetişən bəndələrindən qərar ver. Onların ən ali nümunəsi, aləm fəda olsun Seyyid-i Şühədə Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalamın yolunda olmaq, o kəslər ki, canlarını onun yolunda fəda elədilər. Belə ki, biz onları ziyarət edərkən uzaqdan və yaxud yaxından Əssalamu aleykum ya avliya Allah, salam olsun sizə ey Allah dostları, salam olsun sizə ey Allahın sevimliləri, salam olsun sizə ey Allah dininin köməkçiləri, ey Peyğəmbərin köməkçiləri, ey Həzrəti Əli əleyhissalamın köməkçiləri, salam olsun sizə ey Hüseynin yavərləri, köməkçiləri. Tibtum və tabətil ərdilləti fiyhə dufintum. Siz paksınız və sizin dəfn olduğunuz yer, torpaq da paktır. Fustum fawzan azima. Böyük bir feyzə yetişmiş. Belə ki, biz onları ziyarət edərkən özümüz də o arzunu edirik ki, fəya leytəni kuntum məəkum fəəfuza fawzan azima. Kaş biz də sizinlə olaydıq, biz də o böyük feyzə yetişəydik. Allah Teala dualarınızı, ibadət itaətlərinizi, tutduğunuz orucları qəbul etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.